Paytaxtın Binəqədi rayonunda 13 yaşlı yeniyetmə qızın meyidi axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Hadisə ilə bağlı mərhumun atası Baku TV-yə danışıb. Atasının sözlərinə görə yeniyetmə gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış. Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Dəhşətdir. Cin, şeytan, qəbirstanlıq kimi görüntülərə baxırmış. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib. Əsasən telefonundadır. 13 yaşlı Kəmalə Məmmədova gecə evdə tək qaldığı zaman özünü turnikdən asıb. Ana həmin gün dayəlik etdiyi ailənin toy səbəbilə gecəyə qədər işdə olub. Ata və qardaşı isə ananı işdən götürməyə gediblər. Evə qaydanda dəhşətli mənzərə ilə qarşılaşıblar. Əvvəlcə qızlarının onlara zarafat etdiyini düşünüblər, lakin artıq gec olub. Kəmalə 143 saylı məktəbin şagirdi idi. Polis olmağı arzulayırdı, hazırlıq kurslarına gedirdi. Boyu uzansın deyə hər gün evdəki turnikdə məşq edirdi. Həmin turnik isə arzusuna yox, faciəsinə çevrilib. Polisin telefon araşdırması zamanı məlum olub ki, Kəmalə təhlükəli mavi balina oyununu oynayıbmış. Son aldığı mesaj isə belə olub: bugün son gündür. Ailə bu dəhşətli hadisə ilə barışa bilmir. Qızın yaxınları bildirirlər ki, ailə tam normal idi. Sevgi, qayğı, diqqət hər zaman var idi. Ata sürücü işləyir, ana isə həm dayəlik edir, həm də şirniyyat hazırlayıb satırdı.